Salamlayıram mən hər birinizi. Mənim müəllimim orta məktəbdə belə bir söz var. Onun sözü həmişə mənim qulağımda necə deyərlər, bir sıra olur. Bir atamın, bir anamın önündə geyimli düzəlt. Bir müəllimlərimin önündə geyimli düzəlt. Bir də vətən qəhrəmanlarının, vətən üçün canını fəda edən, düzdür, o zamanlar biz 90-cı ildən şəhidlərdən danışırdıq, biz orada məktəbdə oxuyanda. Bir də şəhidlərin önündə dayananda, Allah qarşısında hansı ədəblə, geyimlə dayanırsa, onun da qarşısında o geyimlə. Yəni biz elə bir tədbirdəyik, elə bir məclisdəyik ki, elə bir şəhidin bir anam günündəyik qarşısında, tədbir başlayandan ona qədər və ümidimlə sona qədər hər kəs onun qarşısında o forma, o dərəcədə, o ədəb geyimilə dayanır və dayanacaq. Allah Mehman qardaşımıza səbir versin. Mehman qardaşımızı zaman şəhid olmamışdan öncələrlə tanıyırdı, münasibətimiz var idi. Demək olar ki, 2009-cu illərdən Mehman qardaşımızla tanışdığımız var. Allah səbir versin, könül bacımıza da Allah səbir versin. Vətən üçün tək qanını töküb şəhid olmaq, vətən üçün tək canını yaralamaq, vətən üçün, yəni bunlar tək olan şəhid deyirlər, bir haşiyə çıxın burada. Onlar şəhiddirlər, bax belə tədbirlər təşkil edənlər, bunlar bizi yaşadanlar, qələmi ilə, sözləri ilə, tarix yaşadanlar. Onlar da şəhid hökmlərlər ki, dünyalarını dəyişirlər. Onlar qazidirlər, bax bir dənə qazimiz əyləşir burada. Onlar canlı şəhidlərdir. Əslində qazilərin olması, Allah bizə bir mənalı desəm, sözü kökü çıxmasın, bir göz dağı verib onları bizə. O şəhidləri unuda bilməzlər elə ki, qazilərimiz və gözümüzü verirlər. Allah qazilərimizə şəfa versin. Bu qazi qardaşımız yeriyə bilmir, amma qazilərimiz var, onlar yerirlər. Əslində onların cismi yerir. Həqiqətən onların ruhu şəhiddir. Onların mənəvi şəhidlərimizdir. Allah onlara can sağlığı versin. Mən bir daha Mehman qardaşımıza can sağlığı, könül xanıma can sağlığı arzu edir və səbir deyirəm. Bir xahişim və o uşaqların ki, burada birisi də biz mentalitet, yeni nəsilə sosial mənəvi dəstəyi, ictimai birliyi yaratmışıq. Məhz milli mənəvi dəyərlərimizi yaşatmaq üçün. Hər bir halda o bizim məqsədimiz milli mənəvi dəyərlərimizi yaşatmaq üçün belə bir təşkilatımız var, yaşatmışıq və yaratmışıq. Və uşaqların burada gözəl şeir deməsi mənə çox qürurlandırdı həqiqətən. Mən burada valideynlər çoxdur, analar, atalar çoxdur. Şəhid analarından söz deyirlər, qarşısında baş əyilər. Amma bizim kimi üzrüsə valideynlərimizin sözü budur. Çalışın, seriallardansa bizim qədim Cəbiş müəllimi uşaqlara film izlətdirin. Cəbiş müəllimin timsalında o qədər gözəl bizim qədim, o milli, mənəvi, vətənpərvər filmləri aşılayan, o filmlər gözəl insanı, düz onların içində komediya və s. da var. Onlar olsa da, amma əslində şuuraltı çox gözəl vətənpərvər musiqilərdir, daha doğrusu vətənpərvər filmlərdir. O seriallara baxmaqdansa, hər birimizdə bütün valideynlərdən xahişim budur. Bizim qədəm filmləri uşaqlarımızı izlətdirək, həm Allah'ı sevək, həm vətənimizi sevək. Həzreti Peyğəmbər Aleyhisselam buyurur, vətəni sevmək, hubbul vətən minəl iman. Yəni vətəni sevmək imandandır. Hər kəsin imanı var, vətəni sevəcək. Allah'ı sevək, vətəni sevək, millətimizi, xalqımızı, dövlətimizi inşallah sevək və şəhidlərimizi yaşadaq. Sağ olun. Teşekkür ederim. İndi sıra bizim kahraman